Tuttum! Tuttum oğrunu! Tuttum! Hani bəs? Axır kərə keçdi. Hani? De. Ay bala, nə var, nə olub, kimi tutmuşsun? Namik sıçaltdı. Vay vay, andıra qalsınlar, aləmi basırlar. Ay bala, dava oldu, zəlzələ olur. Bu sıçanlar başlayırlar 5-5 paralamağa. Bəlkə balaca sıçanlar acdılar, oturub padvalda analarını gözləyirlər. Sıçan yox, sıçan. Yaxşı, yaxşı, sənə dəxli yoxdur, necə istəyirəm elə də deyirəm. Aparıb mənim gül kimi düzələmi versin balalarına, hə? Yox, keçən suya getməz, öldürmək lazımdır onu. Amma bilməm sıçovulu necə öldürürlər. Verəyim makidan o bilər. Ver onu bura. Aha, bildim. Üstünə nəyə tökür? Spişki vurub yandıracaq. Bu nə işdir? Uşaqlar, dal durun, çəkilin indi makidanla Namiyi vuruşacaqlar. Vuruşacaqlar, dala durun. Eləmə ana. Buna bax, heç ömrümdə bizim bu Namiki vuruşan görməmişdim. Makidanı vurdu. Heç ağlıma gəlməzdi. Əgər bir vaxt başa düşsən ki, səni nəyə üstündə vurdular? Onda bəlkə səndən adam oldu. Salam Makidon. Yoxsa incimisən məndən? Nə olub sənə? Dərd çəkirsən ki, adını Makidon qoyublar. Əslinə baxsan Makidon heç bir saat deyil. Binanın yarısını gecə eləyiblər gospital. Yarısı məktəb olub, yarısı da gospital. Bu boyda şəhərdə elə bil başqa bir bina tapa bilmədilər də. Şeylə götürək bu üzbəzdəki binanı, karamel fabrikini. Sizcə yararlılar da qənfə düzəldən dəzgahları üstündə yazsınlar, hə? Güya bilmirmiş ki, şəhərdə yararlı binaların hamısını gospital eləyiblər. Xəstə yanına saat 5-dən sonra buraxırıq. Mən xəstə yanına getmirəm, vacib işim var. Həkimi görməmsiniz? Oradadır, o palatada. Baş həkim biraz sonra gələcək. Bütün gecəni yatmayıb. Ağır ağır nəfəs al. Sakin. Hiçbir şey olmaz, qorxma. Dün gecəni vurnuxurlar, sarğı otağını hazırlaya bilmirlər. Elə bir səhra hospitalındayıq. Salam. Salam, tampon. Tez. Biraz əldən zirək olun. Məndən işiniz var? Gəlmişəm sizə kömək eləyim bu ağır günlərdə. Sizin az da olsa tibbi savadınız varmı? Xeyr, yoxdur. Amma nə iş versəniz, hamısına razıyam. Savadsız burada işləmək mümkün deyil. Heç olmasa balaca bir savadınız olsaydı. O ki qaldı. Xəstənin altını təmizləməyə, bunun öhdəsindən sanitar da gəlir. Hala siz kim icazə verib? Kim deyirəm? Bir qangrenamız əksikdi. Sizdən soruşulan kim onu bırakıb? Cəmaat burada verilənir, arada bizi danlayırlar. Sənin ağlın özünə getməz. İndi hamı yalandan özünü təmiz göstərir. Sən xəbərin yoxdur ki, cəmaat evdə neynə məşğuldur. Yox, hamı fağır olur.
Amma sən elə hey əlləşirin iki fronta bir köməkli edəsən. Axırı nə oldu? Heç. Amma istəsən heç olmasa öz ailəvi ağ günə çıxardırsan. Biz yaşamalıyıq ya yox. İndi hamı bir tərlə öz başına girir ki, sağ qalsın ölməz. Hamı sağ qalacaq. Qoşunlarımız bütün cəbhə boyu hücuma keçiblər. Demirdim ki, qalib gələcəyi. Elə də oldu. Az qalıb, laf az qalıb. Bu müharibədə qələbə bizim olacaq. Təbrik edirəm səni. Amma nə mən, nə mənim balalarım o günü görməyəcək. Niyə görməyəcəksiniz? Çünki o günə kimi biz hamımız acından öləcəyik. Başa düşdün? Mən sabun pişirməyəcəyəm. Pişirməyəcəm. Bax, bir belə metalda, mistir bu. Düz 100.000 patron düzəltmək olar. Heç bilirsiniz 100.000 patron nə deməkdir? Əslində qalsa biz metalsız da fəxr eləyə bilərik. Biz Bakılılar bilirik ki, nefsiz müharibədə heç bir şey eləmək mümkün deyil. Tank, təyyarə, hamısı neft tələb eləyir. Bunu da biz veririk, bütün Bakı verir. Bakı cəbhəyə nə vermir ki? Yığın balalar, yığın. Əgər bir tanlıq metal yığa bilsəydik, hamı bizə deyərdi barakallah. Xahiş eləyərdik həmin tankın üstündə bu sözləri yazsınlar. 49-cu məktəbin kollektivindən cəbhəyə hədiyyə. Təsəvvür eləyirsiniz? Bəli! Elə-belə işlər. Bugün belə bir təəssüdür. Nə olub sizə? Bu saat mən sənə qəribə bir şey göstərəcəyəm. Fizikanın özündə də bu qeyri-adi bir şeydir. Buraya. Bax, indi biz radionu şəbəkədən çıxardırıq. Çıxartdıq. İndi sən də, mən də barmağımızı qoyuruq bura. Qoyduq. Qorxma, qorxma, nədən qorxursan? Tok vurmaz. Hə, indi gəl qulaqlarımızı bir-birimizə yaxınlaşdıraq. Sən sağ qulağımı, mən də sol qulağımı. Hə, eşidirik? Heç nə eşitmirik. Doğrudan da heç nə eşitmirik ki. Görəsən niyə belə olsun? Hə, aydındır. İzləriyyətsə məsələsi. Acından belə eləyirlər, Hə, çıx bunun üstünə, barmağı qoy bura. Bəs indi necə? Eşidirik? Musiqi verirlər. Deyirəm, sən nə eşidirsən? Çalırlar. Ata, görürsən niyə belə olur radiosuz? Hə, çox qəribə effektdir. Belə hallarda insan bədəni. Başdan ayağa suyun içindəsən ki, bəs pəncəyi nədir? Pencəyi nə edirik? Pencəyimiz yoxdur, əvəzində çirəyimiz, yağımız, qəndimiz var. Yeyin mənim şappana balalar. Elə ağır vaxtda dəstən qaçarlar. Heç sözüm yoxdur sizə. Gəlin dalımca. Cəbiş müəllim. Şalvarınız batıb Cəbiş müəllim. Nədir bu belə? Sabuna oxşayır. Elədir ki, var sabundur.